Azərbaycanımızın çox gözəl milli şirniyyatları var. Amma təəssüf ki, bütün bölgələrimizdən xəbərimiz yoxdur. Buğdanı təxmini 10 gün hər gün suyunu dəyişmə şərti ilə soyuq suda saxlayıram. O həddə qədər ki, buğda şişib içi tamam yumşalana kimi. Yumşalmış buğdaları ət çəkən maşınından çəkirəm. Nişasta sayəsində saqqız kimi yapışqan bir kütlə alınır. Üzərinə soyuq su töküb əlimlə əzirəm ki, nişasta suya çıxsın. Alınan su qabda qaldıqca nişastası qabın dibinə çökür. Suyunu süzüb gördüyünüz ağ kütləni kağız dəsmal üzərində quruduram. Yaxşı quruduram ki, kif atmasın. Kaş bilsəz bu sucuğun ərsəyə gəlməsi üçün neçə günüm getdi. Əvvəlcə soyuq su ilə nişastanı həll edib bişirməyə başlayıram. Mütləq sarı kök tozu da əlavə edib şəkər tozu qatıram. Getdikcə rəngi şəffaflaşır və qatılaşır. Anam biz uşaq olanda üzərini ancaq qozla bəzəyərdi. Amma ayam hangri bu dəfə də sucuğu öz dəsti xətti ilə bəzədi. Bu sucuq öskürəyə qarşı ən təbii vasitələrdəndir. Bilmirəm sizdə də belədir yoxsa yox, amma insan yaşa dolduqca uşaqlıqda yediyi dadlar axtarır. Bəs siz keçmişə qaydanda axtardığınız dad hansıdır? Mətbəximizin daha çox tanınması və unudulmaması üçün videonu bəyənib hər kəsə göndərin. Rəylərdə isə bu şirniyyatın adını və hansı bölgəyə aid olduğunu siz yazacaqsınız.